Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugün yeni maraqlı məlumatlarla qarşınızdayıq. Videonu bəri başdan bəyənin və sona dək izləyin ki, səmərəli olsun. Ağdamda bərpa prosesi artıq təməl qoyma mərhələsindən çıxaraq konkret nəticələr mərhələsinə qədəm qoyub. Hazırda Ağdam Sənaye Parkında rezidentlərin sayı 20-ni ötüb və artıq bir neçə müəssisə real ixracat səviyyəsinə çatıb. Xüsusilə elektrik avadanlıqları zavodu və ayaqqabı fabriki tam dövrə ilə çalışır. Şəhər mərkəzində isə 1-ci yaşayış məhəlləsində son tamamlama işləri gedir. Burada 470-dən çox ailənin köçürülməsi üçün texniki hazırlıqlar davam edir. Eyni zamanda kənd təsərrüfatı sektorunda Ağdamın baş planına uyğun olaraq Sarcalı və Xıdırlı kəndlərində suvarma sistemlərinin qurulması yekunlaşıb. Bu, regionun aqrar potensialının yenidən bərpası üçün həlledici addımdır. Ağdamın mənəvi simvollarından biri olan Çörək Muzeyi haqqında danışarkən bir faktı xüsusi vurğulamalıyıq. 1992-ci ildə mərmi zərbəsi ilə susturulan o dəyirman bugün 2026-cı ildə artıq yeni bir missiyaya hazırlaşır. Dağıdılmış dəyirman binasının və muzeyin fasadındakı o məşhur mozaika divarın qalıqları ilə olduğu kimi saxlanılır. Bu, işğalın və dağıntının canlı şahidi kimi açıq hava muzeyi konsepsiyasının bir hissəsidir. 2026-cı ilin planına əsasən muzeyin orijinal yerinin yaxınlığında yeni müasir interaktiv muzey kompleksi inşa ediləcək. Muzey təkcə sərgi yeri deyil, həm də içərisində ustad dərslərinin keçirildiyi, çörək bişirmə ənənələrin yaşadıldığı canlı mərkəz olacaq. Məqsəd payızda Ağdama köçəcək ailələrin və turistlərin burada təkcə tarixə baxması deyil, həm də Qarabağ çörəyinin ətrini və tarixini canlı hiss etməsidir. Hazırda Cahangirbəlidə 1200 nəfərdən çox sakinin məskunlaşması üçün nəzərdə tutulan 1-ci mərhələ üzrə tikinti işləri həlledici fazadadır. Aprel ayı etibarilə kənddə 242 fərdi evin bünövrə və divar işləri tamamlanıb. Daxili kommunikasiya xətlərinin çəkilişi gedir. Burada kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müasir ambar komplekslərinin və emal müəssisələrinin təməli atılıb. Həmçinin kəndin yaxınlığından keçən Horadiz-Ağbənd dəmir yolu xəttinin bu hissəsində infrastruktur işləri kəndin logistik imkanlarını qat-qat artırır. Kəndin ərazi relyefi baxımından aqrar sənaye sahələri üçün, meyvəçilik, tərəvəçilik üçün ən əlverişli zonalardan biri hesab olunur. Cahangirbəli həm də ekoloji bərpa mərkəzidir. Oxsayın təmizlənməsi və sahilyanı zolağın abadlaşdırılması layihəsi kəndin simasını tamamilə dəyişir. Hazırda Ağalıda məskunlaşan ailələrin sayı 200-ü keçib və kənd tam gücü ilə nəfəs alır. İqtisadiyyat isə yerində saymır. Kəndin kənarındakı agroparkda bu ay yazlıq əkin işləri yekunlaşmaq üzrədir.
Burada çalışan sakinlərin istehsal etdiyi məhsullar artıq Zəngilan brendi ilə paytaxt bazarlarına yol tapacaq. Həmçinin kənddəki Dövlət Xidmətləri Mərkəzi, Asan və Dost xidmətləri rəqəmsal formatda fəaliyyətini davam etdirir. Kəndin 360 şagirdlik məktəbi və 60 yerlik uşaq bağçası tam stabil rejimdə işləyir. Bu, yeni köçən kəndlərdən fərqli olaraq burada sosial inteqrasiyanın artıq başa çatdığını göstərir. Burada tikiş fabriki və kənd təsərrüfatı müəssisələri sakinlərin əsas iş yerləridir. Aprel ayı etibarıyla kəndə gələn yerli və xarici nümayəndə heyətlərinin sayı artıb. Ağalı həm də bir nümunəvi yaşayış sahəsi kimi xarici investorlara təqdim olunur. Şükürbəyli kəndi azad edilmiş əraziləri birləşdirən strateji yolların kəsişmə nöqtəsidir. Həm də elə Cəbrayılın giriş qapısı da demək olar. Şükürbəylidə hazırda yaşayış binaların inşası ilə yanaşı, nəhəng yol nəqliyyat layihələri yekunlaşmaq üzrədir. Füzuli-Cəbrayıl-Ağbənd magistral yolu məhz buradan keçərək Şərqi Zəngəzuru ölkənin əsas nəqliyyat damarları ilə bağlayır. Kəndin özündə isə 1000-dən çox sakinin köçü üçün nəzərdə tutulan birinci mərhələ üzrə fərdi evlərin tikintisi artıq tamamlama mərhələsinə qədəm qoyub. Aprel ayı etibarıyla daxili məhəllə yollarının asfaltlanması və müasir işıqlandırma sistemlərinin quraşdırılması davam edir. Şükürbəyli həm də regionun enerji təminatında mühüm rol oynayır. Buradakı yarımstansiya bütün ətraf əraziləri kəsintisiz enerji ilə təmin edəcək. Burada həyatın bərpası həm də kənd təsərrüfatı deməkdir. Kəndin ətrafındakı münbit torpaqlar artıq tam minalardan təmizlənib və bu yaz mövsümündə geniş taxıl sahələrində yaşıl mənzərə hakimdir. Şükürbəyli kəndi Zəfər yolu və magistral xəttinin üzərindədir. Bu kəndi gələcəkdə böyük bir ticarət və xidmət mərkəzinə çevirəcək. Rəsmi layihəyə əsasən kəndin ümumi sahəsi 180 hektara yaxındır. Şükürbəyli yarımstansiyası regionun ən kritik infrastruktur obyektlərindən biri kimi stabil fəaliyyət göstərir.
Dostlar, biz faktları və rəqəmləri bir araya gətirərək bu böyük qayıdışın mənzərəsini sizə təqdim etməyə çalışırıq. Əgər bura qədər izlədikləriniz sizin üçün maraqlıdırsa və Qarabağdan ən doğru, ən samballı məlumatları anında almaq istəyirsinizsə, elə indi videonu bəyənib kanalımıza abunə ola bilərsiniz. Bu bizə növbəti araşdırmalar üçün böyük motivasiya verir. Həmçinin mənə çox maraqlıdır ki, sizin doğma kəndiniz və ya rayonunuz haqqında növbəti videoda hansı məlumatları bölüşməyimizi istərdiniz? Şərh bölməsində fikirlərinizi və suallarınızı mütləq yazın. Çünki sizin rəyləriniz bizim növbəti çəkilişlərimizin istiqamətini müəyyən edir. İndi isə keçək digər vacib məntəqələrə.
Değerli izləyicilər, Ağdamdan Laçına, Zəngilandan Cəbrayıla qədər olan ən son mənzərəni sizə təqdim etməyə çalışdıq. Bizimlə birlikdə bu rəqəmsal səyahətə çıxdığınız üçün və zaman ayırdığınız üçün hər birinizə dərindən təşəkkür edirəm. Bu torpaqların dil çəkişini sənədləşdirməyə və həqiqətləri sizə çatdırmağa davam edəcəyik. Növbəti buraxılışlarda, yeni uğurlarda və ən əsası Qarabağın daha da gözəlləşən güşələrində görüşmək ümidi ilə. Hələlik.